Salam dəyərli izləyicilər, hər birinizi xoş gördük. Pensiyaların artırılması barədə son xəbərləri sizə təqdim edirik. Pensiyalar nə zaman artacaq? Pensiyaların artımı nə qədər olacaq? Diqqətlə sona qədər izləyin. Həmçinin ətraflı xəbərə keçməzdən əvvəl pensiyaların artırılmasını istəyən hər kəs videonu bəyənib paylaşsın. Bunu edin ki, səsimizi daha yüksəklərə çatdıraq. Videonun aşağısında şərh bölməsinə pensiyalar mütləq artırılmalıdır sözlərini yazın ki, səsimizi daha yüksəklərə çatdıraq. Ölkəmizdə pensiyaların məbləği digər ölkələrlə müqayisədə qat-qat aşağıdır. Verilən pensiyaların günümüzdəki ərzağın və digər şeylərin alınması üçün yetmədiyi açıq-aşkar ortadadır. Bəs dövlətin bundan xəbəri yoxdurmu? Əlbəttə dövlətin Əmək və Əhali Sosial Müdafiəsi Nazirliyinin bundan xəbəri var. Ancaq o qədər qudurmuş, şərəfsiz məmurlar var ki, xalqı necə çətin dolanışığını bilərək xalqa qan uddurur. Xalqın haqqını yeyir. Bu xalq susduqca, heç bir şey demədikcə xalqın boğazından kəsərək haram pulları özləri və balalarına yedirir. Bəs cənab Prezident İlham Əliyev bunları bilmirmi? Əgər cənab Prezident bunları bilirsə, niyə onları vəzifələrindən azad etmir? Cənab Prezident İlham Əliyev, siz bu vətənin oğlusunuz. Ümid edirik ki, atanız Ulu Öndər Heydər Əliyev kimi ədalətli və xalqın xeyrinə qərarlar verərsiniz. Çünki yaşlı əhali, pensiya alan insanlar da bu dövlətin yüksəlişi uğrunda can qoyan, ömürlərindən neçə illər xərcləyən insanlardır. Bu insanlar bu dövlət üçün neçə oğullar, qızlar yetişdirib. Bu insanlar bu ölkə üçün igidlər, qəhrəmanlar yetişdirib. Bu insanların balaları bu dövlət üçün şəhid olub, qazi olub. Bunları və etdikləri şeyləri, çəkdikləri zəhməti saymaqla bitirmək olmaz. Buna görə də pensiya alanların pensiyaları ən azı 100 manat artırılmalıdır. Çünki pensiya alan şəxslər heç yerdə işləyə bilmir. Həmçinin yaşlı olduqları üçün gözlənilməz xəstəliklərə tutulmaları səbəbindən müayinə olunmalıdır. Amma aldıqları pensiya heç iynə dərmanları bir kənara qalsın, yeməklərinə və kommunal xərclərinə yetmir. Pensiyalar artırılarsa, yaşlı əhali öz xərclərini rahat qarşılaya bilər. Azərbaycan neft ölkəsidir. Azərbaycanın gəliri çoxdur. Ancaq buna baxmayaraq, yenə də xalqa çox az miqdarda müavinət verilir. Bu pulların çox qismi şərəfsiz, namussuz olan məmurların ciblərinə gedir. Pensiyaların artırılması məsələsi elə də çətin bir məsələ deyil. Çünki ölkədə pensiya yaşına çatan şəxslər azdır. Çox qismi pensiya almadan dünyasını dəyişir. Pensiya alanlar azdır. Əgər pensiyalar artırılarsa, bu ölkədə büdcəsinə elə də çox təsir göstərməz. Cənab Prezident İlham Əliyev, xalqın adından sizə səslənirik. Xalqa düşünün və pensiyaların artırılması barədə sərəncam verin. Siz bunu etməsəniz, bu xalqın haqqını hələ bundan sonra daha çox yeyəcəklər. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirik. Zəhmət olmasa səsimizi daha yüksəklərə çatdırmağımız üçün kanalımıza abunə olub videonu bəyənin və şərh bölməsinə pensiyalar mütləq artırılmalıdır sözlərini yazın.